Əziz qızlar, gözəl gəlinlər, təbii ki, hər kəs öz toyunda arzuladığı, xəyalındakı gəlinliyi geyinməlidir. Bu, hər bir gəlinin ən təbii haqqıdır. Amma bəzən o qədər açıq-saçıq gəlinliklərə rast gəlirəm ki, adam baxanda utanır, vallah utanır. Yəni, o qədər dərin dekolteyə nə ehtiyac var ki, kürək tamam açıq, sinə tamam açıq. Yəni, bu gəlinlikdirmi? Baxın, niyə gəlinlik ağ rəngindədir? Göy rəngdə deyil, yaşlı rəngdə deyil, boz rəngdə deyil, ağ rəngdə. Ağ rəng təmizlik və məsumiyyət timsalıdır. Rəmzi bir rəngdir. Və qızlarımız bunu o qədər açıq-saçıq geyinirlər ki, orada artıq o məsumiyyət, ecazkarlıq itir. Əgər gəlinliyi geyinirsinizsə, o zaman gəlinliyin o simvolikasına da əməl etmək lazımdır. Ya da başqa rəngdə geyinin, yaşıl geyinin, göy geyinin, sarı geyinin, istədiyiniz kimi geyinin. İstəyirsiniz tamam açıq geyinin. Amma ağ gəlinlik seçirsinizsə, bu gəlinliyin axı bir rəmzi mənası var. İndi yazacaqlar ki, hər kəsin öz toyudur, kim nə istəyir onu geyinir. Əlbəttə ki, bu belədir. Amma baxın, cəmiyyət olaraq bəzi dəyərlərimiz var ki, bunlar bizi biz edir. Və biz görəndə ki, o dəyərlərimiz tədricən sıradan çıxır, jurnalist olaraq bunu tənqid etmək bizim peşə borcumuzdur. Zamanla tədricən toy ənənələrimiz də aradan gedir, bilirsinizmi? Toya baxırsan, bilmirsən toydur yoxsa diskotekadır. Gəlinlər toylarda elə rəqslər edirlər ki, məhtər qalırsan. Təbii ki, gəlinin də bir gəlin rəqsi var. Səhv etmirəmsə, Arşın Malalan filmində gəlinlərin rəqsi ilə bağlı gözəl bir səhnə var. Təbii ki, mən demirəm indi ötən əsrdəki kimi gəlinlər geyinsin, rəqs etsin. Amma bütün halda toyu toy edən bir mahiyyət var. Bu bizim bir milli mədəniyyətin bir parçasıdır. Biz Avropalı deyilik, biz Amerikalı deyilik. Bizim toylarımız bir Avropa toyu kimi ola bilməz. Braziliyalıların toyu kimi olanmaz. Toy bizim milli adət-ənənəmizdir. Bizi biz edən, bizi Azərbaycanlı edən o kimliyimizi olduğu kimi qoruyub saxlamağa dəstək olan dəyərlərimizi qoruyub saxlayaq.